Analar həqiqətən də oğlunu qısqanır. Bu sualı mənə çox gəlinlər yazır. Hətta yazırlar ki, Ruxa nənə, qaynanam oğlunu mənə qısqanır. Mən necə davranım? Mən isə düşünürəm ki, hər hissin adı qısqanclıq deyil. Bəzən bir ana oğlunu yox, həyatındakı yerini itirməkdən qorxur. İllərlə evladına görə yaşayan qadın üçün onu paylaşmağa alışmaq həmişə asan olmur. Amma bir şeyi də öyrənmişəm. Sevgi bölünmür, sevgi paylaşdıqca çoxalır. Qadın qadına rəqib olanda heç kim qazanmır. Ən çox yorulan isə iki sevdiyi qadının arasında qalan oğul olur. Amma qadın qadına dayaq olanda o evdə həm sevgi artır, həm bərəkət. Mənim üçün oğlumun xoşbəxtliyi də, gəlinimin rahatlığı da, nəvələrimin gülüşü də eyni dərəcədə qiymətlidir. Çünki onların xoşbəxtliyi mənim də xoşbəxtliyimdir. Bugün də ailəmlə birlikdə Bonjour Bakuda gözəl bir səhər yeməyi yedik. Süfrə başında söhbət elədik, güldük, uşaqlar sevindi. O anlara baxıb düşündüm ki, insanın ən böyük var-dövləti elə sevdiklərinlə rahat bir süfrə paylaşa bilməsidir. Ailədə balans çox önəmlidir. Hər kəs öz yerini, öz dəyərini hiss eləyəndə o evdə nə sevgi azalır, nə də bərəkət. Allah bütün ailələrə birlik, mehribanlıq və süfrə başında ürəkdən gülməyi nəsib eləsin.